Ümumiyyətlə, mən heç kim məsləhət görmürəm ki, bir həftə ərzində bir neçə ölkə gəzsinlər. Çünki çox çətindir. Və biz fikirləşdik ki, bir Azərbaycanlı olaraq, haradasa 2 il bundan qabaq, Avropadayıqsa, qatarla ora keçirib, bura keçirib. Yəni ki, bir həftə ərzində desəm ki, 5 ölkə gəzmişik və fərqli şəhərlər. İnanın, harada nə görmüşəm yadımda deyil. Yəni o dərəcə. Və Viyanada biz metroya bilet aldıq. Sadəcə aparatdır, ingilis dilimizdən, o sınıq ingilis dilimizdən həyat yoldaşlarımla mən bilet aldıq ki, bu istiqamətdə gedirik. Mindik vaqona və bizi 200 evro ştraf elədilər. O, niyə görə? Çünki səhv bilet almışıq. Sadəcə bileti səhv almışıq. Buna görə biz 200 evro ştraf olduq və həmin günü elə Viyana o qədər bahalı şəhərdir ki, yəni orada zaten xərcləyəndə qəpik saya-saya xərcləyirsən də ki, yeməyə, nəsə alanda falan. Və həmin o 200 evro yəni bizə çox stres yaşatdı. Həmin gün inanın ki, fikirləşirdim ki, o 200 evro nə ala bilərdim, hansı mağazaya girə bilərdim. Yəni 400 manata yaxın bir pul. Sadəcə ştraf. Bəs gedib çıxa bildiniz, əsas odur. Yəni gedib çıxa bildik, düşdük, dəyişdik qatarımızı, səhv almışıqmış. Amma yəni hətta qızdan xahiş elədim ki, zorla, yəni ingilisini də çox belə güclü bilmirəm. Amma dedim ki, bilet var da, yəni səhvdə amma var. Çox xahiş edirəm ki, biz buraxasınız, biz vaqonu dəyişərik. O da dedi ki, yox, əgər mən sizdən bu pulu kəsməsəm, mənim maaşımdan kəsiləcək.